Arvadını amansızlıqla qətlə yetirən Ziyəddin Quliyevin cinayətinin bəzi detalları məlum olub. Hadisə 2025-ci ilin aprelin 20-sində paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində baş verib. Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsini, dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa 2-ci dərəcəli yanıq xəsarəti yetirməsinə əsas gətirərək əvvəlcədən yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmək qərarına gəlib. Ziyəddin 20 aprel 2025-ci il tarixdə saat 06 radələrində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək həmin mətbəxdə divardan asılmış uzunluğu 445 sm olan ağ rəngli elektrik naqilini əldə edib. Ziyəddin 2 nəfərlik çarpayıya çıxaraq arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək naqili 4 qat edib onun boğaz nahiyəsinə keçirib. Daha sonra o arvadını boğmağa başlayıb. Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmaqla müqavimət göstərməyə çalışsa da bunu bacarmayıb. Belə ki, Ziyəddin dizini Ayselin belinə qoyaraq naqili daha qüvvətlə sıxanda Aysel Qurbanova ayaqları ilə təpiyi ataraq pəncərənin şüşəsini sındırıb. Bu zaman səs-küyə həmin otaqda digər 2 mərtəbəli çarpayıda yatmış vəziyyətdə olan uşaqlar yuxudan oyanıb. Uşaqlar nə baş verdiyini soruşanda ata qızına analarının xəstələndiyini deyib öz hərəkətinə davam edib. Ziyəddin övladlarının gözü qarşısında arvadını naqillə boğaraq xüsusi amansızlıqla öldürüb. Bununla da Ziyəddin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə və 120.2.9-cu, yəni təqsirkar şəxs üçün aşkar surətdə köməkçi vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddələrlə ittiham ilə sürülüb. Qeyd edək ki, cinayət işi üzrə məhkəmə istintaqı Bakı Azərbaycan Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə araşdırılır. Orxan Rasifoğlu, Məhkəmə xəbərləri.